Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yevlaxda bıçaqlama hadisəsi olub. Xəbər verilir ki, hadisə şəhərin Sübhü küçəsində qeydə alınıb. 48 yaşlı Məmmədov İlknur dava zamanı 42 yaşlı İmamov Eltona bıçaqla zərbələr vurub. Nəticədə Elton ağır dərəcəli xəsarətlər alıb. Hadisəni törədən İlknur polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, ad soyadlar şərti idi. Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 31 yaşlı Aslanov Elton Mahiroğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və Vaz 2107 markalı minik avtomobilinə Elton Aslanov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb. Lakin Hikmət Omarovun idarə etdiyi Ford Transit markalı avtomobilin altına qalaraq ölüb. Faktla bağlı araşdırma aparılıb. Qeyd edək ki, ad soyadlar şərti idi.